Gəlin biz keçək funtun dollara rəqabətindən evron dollara rəqabəti haqqında danışaq. Funtun dollara rəqabəti biz nöqtələri demişdik sizə, hansı nöqtələrə qədər yəni gələ bilər. Yəni 1.28888-lərə qədər endi. Yəni keçən roliklərə baxsaz bu nöqtəni mütləq qeyd etmişdik sizin üçün və paylaşmışdıq. Yəni birinci gün nələr olacaq? Birinci gün biz ümumi istiqamət downtrendədir. Yəni alış əməliyyatlarından biz gözləməliyik ki, yalnız qiymət 1.29-400-lərdən yuxarı formalaşsın ki, alışlar olsun. Satışlar isə 1.29-lardan gələcək. Evron dolar rəqabətinə gəldikdə isə evron dolar rəqabəti deməli enişlə 1.07-970-lərə qədər gəldi. Yəni bu da downtrendədir və satış əməliyyatları yəni 1.07-970-lərdən yəni aşağı formalaşsa satış əməliyyatlarına üstünlüyü verə bilərik. Amma alış əməliyyatlarımız isə 1.08-300-lərdən gələcək. Yəni biz belə deyək, yəni bugün üçün saxlayaq bunu, sabah yenidən paylaşaraq bütün valyutalar haqqında. Sağ olun, inşallah görüşməyimizdə xoş istirahatlar sizə əzizlərim.